İcra başçısından tutmuş, labo süpürgəsisinə kimi. Bugünkü rejimdir, mən özüm hüquqşünasam, bu rejimdən Azərbaycan millətini heç kim razı deyil. Ay İlham Əliyev, eşitmirsən? Qaldı ki o icra hakimlər. İcra hakimini özü təyin eləyib də. Sən prezidentin təyin eləyib də, mən təyin eləməmişəm ki. Hə? İndi prezident bu günləri təyin elədiyi o quldurlara niyə sahibkarlıq eləmir? Niyə tutub basmır içəri? Hə? Niyə tutub basmır içəri? Özü verib də onu oraya əmir. Mən verməmişəm ki əmirini. Bu günləri icra hakimlərinin 99 yox, 100% quldurluqla məşğuldurlar anam. Yaman günə qalıb, millət yazıq günə qalıb. Hə? İcra hakimini təyin eləmək olar. Ancaq icra hakimini tərbiyə eləmək lazımdır ki, millətin qeydinə qalsın. Mən səni icra hakimi qoymuram ki, sən gedib kiminsə cibinə girəsən. Mən səni qoyuram ki, millətə xidmət eləyəsən. Ona görə də anam, o ataların bir sözü var, balıq başdan iyi verir. Bizim balıqlarımız başdan iyi verir.